hədislərimiz hardan bilə bilərik ki, keçmiş dövrdən bu günümüzə qədər dəyişdirilməyib? Baxın, necə Quran-ı Kərim o dönəmdən bu dönəmdən gəlib çatıb bizə, qoruyublar, saxlayıblar. Quran-ı Kərimi də Allah Peyğəmbərə deyib də, Peyğəmbər də neyniyir? Bizlərə dedi, gəldi, yetişdi bizə. Necə Peyğəmbər dedi Quran-ı Kərimi, Peyğəmbərə vəhy olur da, düzdür? Necə qorundu, necə saxlanıldı? İndi həmən Peyğəmbər hədis deyib. Hədislər də qoruna bilməzmi? Saxlanıla bilməzmi? Nə məntiqdir ki, biz deyək, yox, Quran qalmalıdır, hədis getməlidir. Niyə? Aydındır. Hə, o Quran haqqında deyilib, ayə deyilib ki, biz onu qoruyacaq. Allah möcüzəvi, başqa möcüzə şəkildə qorunmur ki, yəni insanlar əli ilə qoruyub da. Düzdür? Yəni, belə deyil ki, məsələn, istəyiblər sırf qeybdən qorunub. Necə qorunub? Qeybi yardımlar olub. Amma insanlar, iman əhli, müsəlmanlar qoruyublar, saxlayıblar. Necə bunu qoruyublar, saxlayıblar? Hədisi də qoruyub saxlaya bilərlər də. Aydındır. Biz siz bəzi vaxtlar Quran-ı Kərimi götürüb, hədisləri kənarlaşdırmaq əslində nədir? Quran-ı Kərimi götürmək, hədislərdən kənarlaşdırmağın mənası budur ki, mən öz istədiyim sözləri deyəcəm. Mən öz hədislərimi deyəcəm. Artıq burada hədislər çıxır, insanın şəxsi fikirləri gəlir meydana. Şəxsi fikirləri gələndə də Quranın kəlmələri ilə şəxsi fikirlər qarışanda din aradan gedir, təhrif olur. Hədisləri almaq get-gedə nə etməkdir? Dini təhrif eləməkdir. Ona görə hədislər və Quran-ı Kərim ikisi birlikdə gəlib yetişir. İndi o hansı elmlərdir? Rical elmi var, dirayə elmi var, orada bəhs olunur. Hansı hədis kimlərdən, siqə, nə bilim, adil, indi bunlar indi elmi mövzularda da, ola desəm sizi yoraram. Ona görə orada bir elm var, bəhs olunur ki, filan ravi deyib, filan ravi deyib, filan ravi deyib. Bu cürünə də gəlir, yetişirsən. Bəziləri həqiqətən də bu hədislərə şübhə ilə yanaşır. O vaxt 14 əsr bu necə gəlib bizə çatıb. Eramızdan əvvəl bir nəfər bir dənə kişi yaşayıb, bir dənə söz deyib, o gəlib bizim əlimizə çatıb. Və yaxud Sokrat neçə min il bundan qabaq yaşayıb, filan kəs, onlardan sözlər gələ bilir. Çox maraqlı məqamdır. Hələ bil dinə qalıb hər şey. Doğru düzdürsünüz, yəni. Məsələn, neçə əsr bundan öncə bir fikir deyilir, o yetişə bilirsə, bu 14 əsr bundan öncə deyilən fikir yetişə bilməz. Dinə bəzi adamlar çox həssasdır. Mən deməli, keçən dəfə bir ilahiyyatçı söhbət eləyir, indi mövzu danışır da. Biri də ona, o ilahiyyatçı danışır da bunu, deyir ki, götürüb yazıb ki, bir ayə ediləndə biz Quran-ı Kərimdən ayə demək lazım deyə sən hələ oturursan, danışırsan. Qardaş, bu ilahiyyatçıdırsa ayə də deyir. Lazımdır ki, söhbət 30 dəqiqə ayə etsin. İndi bir dənə həkimdir, söhbət edir, izah verir məsələni. İndi 5 dəqiqəni paylaşıblar. İndi biri altdan yazır ki, sən dərmanların adını deyə, xəstəliyin adını deyir. Başlayırsan, qardaş, bu həkim dərmanın adını da deyir, xəstəliyin adını da izah da verir. Sən həkimə nə istəyirsən? Bax, fikir verirsin. Amma maraqlıdır, həkimə heç nə yazmır. Ancaq ilahiyyatçılara yazıcı var. İndi ona görə deyirəm, məsələn, tutaq ki, bir dənə təmsildən misal çəkirsən, təmsil var da, düzdür, məsələn, tutaq ki, bir hadisəni izah verilir. Bunu ilahiyyatçı deyiləndə, deyir, nağıl danışır. Bunu ziyalı deyəndə, maşallah, nə qəşəng təmsil idi. Qardaş, onunla bu nə fərq var? Sənin dərdin nədir? Sən bir dərdivi dinən, bəlkə əlac edə bildik, əlac et, sənin dərdin dindir, dindən xoşun gəlmir ona görə. Biri deyəndə təmsil olur, biri deyəndə nağıl olur, yaxşı. Biri belə danışanda düz danışır, həmən şey o danışanda səhv danışır. Maraqlıdır, insanlar özləri, məsələn, bir nəfərdən acığı gələndən sonra 100 dənə dəlildirsə, deyər nağıldır. Xoşu gəlsə, nağıl danışa, deyər dəlildir. Çox belə qəribə məntiqdir, çox belə. Ona görə gəldim, çatdım burada. Hədis yetişə bilməz. Niyə? Nə üçün? Niyə də niyə? Mən sənə sualım, niyə yetişə bilmir ki? Ayəni getirib çatdırıblar bizə, hədisə yetişdiriblər bizə. Qoruyublar, çatdırıblar, gətiriblər bizə. Nə müşkül var? Allah özü kömək olsun bizə. Amin. Amin.